Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə Səfəvi Osmanlı müharibəsinin başlanması və Səfəvi Osmanlı müharibəsinin birinci və ikinci mərhələsi haqqında geniş şəkildə danışacağıq. Elə isə başlayaq. Osmanlı dövləti, 2-ci Bəyazidin dövrü. 2-ci Bəyazidin dövründə Səfəvilərlə Osmanlılar arasındakı münasibətlər çox xoş idi. Belə ki, 2-ci Bəyazid bildiyimiz kimi Vəli ləqəbi ilə tanınır və bütün şərq müsəlman ölkələri ilə dostluq münasibətləri saxlayırdı. Hətta Şah İsmayıl'la belə onun dostluq münasibətləri var idi. Şah İsmayıl hətta məktub yazışmalarında ona ata deyərək müraciətlər edirdi. Lakin 1512-ci ildə Osmanlıda taxta Yavuz Sultan Səlim çıxır. Yavuz Sultan Səlimin taxta çıxmasından sonra Səfəvilərlə Osmanlılar arasındakı münaqişə başlayır. Sol tərəfdə gördüyümüz Yavuz Sultan Səlim 1512-ci ildə taxta çıxır və taxta çıxması ilə birlikdə Səfəv və Osmanlı arasında müharibə başlayır. Müharibənin başlanmasının əsas 3 səbəbi var idi. İlk öncə müharibənin başlanma səbəblərinə baxaq. 1. Müharibənin başlamasının birinci səbəbi Osmanlının Şərqi Anadolunu ələ keçirmək istəyidir. Osmanlı Şərqi Anadolunu ələ keçirmək istəyir. İkinci bir səbəb Osmanlı Azərbaycandan keçən ticarət yollarını ələ keçirmək istəyir. Azərbaycan mühüm ticarət yollarının kəşfməsindədir və bura Osmanlıların göz tikdiyi bir yerdir. Digər tərəfdən Səfəvilər həm Azərbaycanda, həm Şərqi Anadoluda möhkəmlənmişdi və öz mövqelərini də Şah İsmayıl həmçinin burada Azərbaycan və Şərqi Anadoluda daha da möhkəmləndirmək istəyirdi. Və bu iki dövlətin Səfəvi və Osmanlı dövləti arasında müharibə başlamasının əsası səbəbi idi. Səfəvi Osmanlı dövləti arasında müharibənin biz bu dərsdə birinci və ikinci mərhələsindən danışacağıq. Hal-hazırda başlayan müharibə birinci Səfəvi Osmanlı müharibəsinin səbəblərini təşkil elədi. Birinci Səfəvi Osmanlı müharibəsinin mərhələsi aid olunur 1514-dən 1555-ci ilə qədər olan dövr. Elə isə başlayaq. Səfəvi Osmanlı müharibəsi. İlk öncə Yavuz Sultan Səlim qərar verir. Yavuz Sultan Səlimin qərarına əsasən belə deyək ki, Avropa ölkələri ilə müharibələr dayandırılır. İlk öncə Venesiya və Macaristan kimi Avropa ölkələri ilə sülh müqaviləsi imzalayır Yavuz Sultan Səlim. Daha sonra Osmanlı ulamalarına əmr verdirir ki, bəs Səfəvilərlə aparacağımız müharibə üçün cihad elan olunsun. Belə ki, Səfəvilər Şiə məzhəbinə inanırlar və onlar kafirdirlər. Beləliklə Yavuz Sultan Səlim Səfəvilərə qarşı aparacağı müharibəyə bir tərəfdən də dini don geyindirmək məqsədi daşıyırdı. Davam edək. Şah İsmayıl eyni vaxtda nə edir? Şah İsmayıl Uzun Həsənin burada bir oxşar cəhəti var. Osmanlı ilə müharibə aparmaqdan ötəri Şah İsmayıl da özü Avropa ölkələri ilə əlaqə yaradır. Avropa ölkələri ilə əlaqə yaratmaqda Şah İsmayılın əsas məqsədi Portuqaliyadan odlu silahlar gətirməkdir. Qoyunlular Venesiyadan gətirməyə çalışmış, ancaq Venesiyalılar verdikləri sözə vədə xilaf çıxmışlar. Eyni bir hadisə bu səfər Şah İsmayılın başına gələcəkdir. Belə ki, 1510-cu il tarixində Şah İsmayıl Portuqaliyalılarla danışıqlar aparır və danışıqlar zamanı belə bir yekun qərar alınır ki, Portuqaliyalılar Hörmüz şəhərini ələ keçirəcək, Hörmüzdə möhkəmlənəcək və beləliklə Səfəvilər Hörmüzün itirilməsi ilə barışacaq və bunun qarşılığında Portuqaliyalılar Fars körfəzi vasitəsilə Səfəviləri odlu silahla təchiz eləməli idilər. Lakin Portuqaliyalılar da sözlərinə belə deyək ki, durmurlar və onlar beləliklə Portuqaliyadan istədiyi dəstəyi ala bilməyən Şah İsmayıl yenə də Osmanlılarla müharibəyə girmək məcburiyyətində qalır və ilk döyüş 1514-cü ildə baş tutur. Çaldıran müharibəsi. 1514-də baş verən Çaldıran döyüşündə Osmanlılar qalib gəlirlər. Yavuz Sultan Səlimin bu döyüşdə qalib gəlməsinin iki əsas səbəbi var idi. Birincisi, say çoxluğu. Osmanlılar sadəcə çox idilər, digər tərəfdən Osmanlıların odlu silahla təsis olunması. Bu iki səbəb Osmanlıların bu döyüşdə qalib gəlməsinə gətirib çıxarır.
Ardından Osmanlılar qalib gəldikdən sonra Təbriz şəhərini irəliləyib ələ keçirirlər. Təbriz şəhəri tutulsa da burada Osmanlılar çox uzun müddət qala bilmirlər. Bunun isə əsas iki səbəbi var idi. Birincisi, Səfəvilər yenidən toplanırdı. Səfəvlərdən yeni bir hücum gələ bilərdi. İkinci bir səbəb isə olaraq vurğulayırıq ki, əskərlər narazılıq edirdilər. Yeniçərilər narazılıq edirdilər ki, biz Təbrizdə qalmaq istəmirik. Bu kimi narazılıqlar doğrultusunda bu zaman Sultan Səlim geri qayıtmaq qərarı alır və geri qayıdan zaman isə eynilə Monqolların yürüşündə olduğu kimi, Əmir Teymurun yürüşündə olduğu kimi Təbrizdə mindən çox sənətkarı özü ilə birlikdə İstanbula aparır Yavuz Sultan Səlim. Və bundan başqa, gəlin Çaldıran döyüşünün nəticələrini vurğulayaq Səfəvi dövləti tarixi üçün. Belə ki, Çaldıran döyüşü ilk dəfə Osmanlılarla Səfəvləri qarşı-qarşıya qoydu. Osmanlılar qalib gəldi. Bundan başqa, Osmanlılar qalib gəlmə nəticəsində Cənub-Şərq Anadoluda geniş ərazilər ələ keçirdilər. Mosula qədər olan Cənub-Şərq Anadolu Osmanlının əlinə keçdi. İkinci bir tərəfdən Cənubi-Qərbi Qafqazda geniş ərazilər ələ keçirdi Osmanlılar. Və Təbrizi tutsalar da burada çox uzun müddət qala bilmədilər. Beləliklə Osmanlı yaxın şərqdə çox güclü bir dövlətə çevrildi. Artıq Səfəvilər tərəfindən onları heç bir təhlükə gözləmirdi. Beləliklə Səfəv-Osmanlı müharibəsinin ilk mərhələsində Yavuz Sultan Səlimlə Şah İsmail qarşılaşdı. Şah İsmail ilk və son məğlubiyyətini Çaldıran döyüşündə aldı və bundan sonra həmən döyüşdə öz yaxın sərkərdələrini itirmək səbəbindən Şah İsmail bir daha heç bir zaman döyüş meydanlarında görünmür. Elə 1520-də Sultan Səlimin ölməsi və gənc Süleymanın hələ ki hakimiyyətinin ilk vaxtları bildiyimiz kimi Osmanlı tarixindən də bilirik Belqrad, Mohaçurt döyüşü bu kimi hadisələrlə Sultan Süleymanın ilk vaxtlar Avropada başının qarışıq olması və Şah İsmailin heç bir müharibə aparmaması Osmanlı Səfəvilər arasında müharibənin bir müddət sakitləşməsinə gətirib çıxarır. 1524 taxta birinci Təhmasib çıxır. 1524-1576 Şah 1-ci Təhmasib taxta çıxanda ilk 10 ili çox belə deyək ki, Qızılbaş dövləti, Səfəvi dövləti üçün çox pis olur. Belə ki, o 11 yaşında taxta çıxmış, az yaşlı olduğuna görə ilk 10 ili dövləti onun lələləri onun adından idarə eləmiş və dövlətdə Qızılbaşlar arasında çoxlu çaxnaşmalar olmuş və Səfəvi dövlətinin mərkəzi hakimiyyəti həddindən artıq zəifləmişdi. Amma artıq yaşa dolduqca artıq bir 10 il keçəndən sonra 1534-də Şah İsmail əlini masaya vurur və özünü bir gerçək hökmdar kimi göstərməyə başlayır və mərkəzi hakimiyyəti möhkəmləndirmək üçün bir sıra tədbirlər həyata keçirir. Davam edək. Səfəv-Osmanlı müharibəsinin birinci mərhələsinin artıq davamından danışaq. Belə ki, 1534-də Şah 1-ci Təhmasib Şeybanilərlə Xorasanda müharibədə idi və onun Xorasanda müharibədə olmasından istifadə edən Sultan Süleyman Qanuni ilk dəfə Azərbaycana yürüşə gəlir. Sultan Süleyman Qanuninin Azərbaycana birinci yürüşü 1534-də baş tutub. Şah Təhmasib Osmanlıların yürüşünün qarşısını almaqdan ötəri yandırılmış torpaq taktikasından istifadə edir. Yandırılmış torpaq taktikası nədir? Yandırılmış torpaq taktikasına əsasən ordunun, düşmən ordusunun keçəcəyi hər bir yerdə ot, alav, malqara nə varsa hamısını yandırıb oda vurursan və düşmənin ələ keçirə biləcəyi arxasında heç bir ərzaq qoymursan və bunun sayəsində irəliləyən düşmən zəifləyir və irəliləyişini ya dayandırmalı və yaxud da ki ümumiyyətlə geri çəkilməli olur. Və Şah Təhmasib yandırılmış torpaq taktikasına başvurur. Yandırılmış torpaq taktikasına əsasən qərb sərhədlərindən bir sıra əhali köçürür, su quyularını bağlatdırır, zəhərləyir, bundan başqa ot, alafa, malqaranı yandırır, məhv edir. Osmanlı qoşunları çox çətinliklə Təbrizə qədər irəliləyib Təbrizi tutur. Həm Yavuz Sultan Səlim, həm Sultan Süleyman Qanuni hər ikisi Təbrizi tutubdumu? Yadda saxlayaq,
Bəli, tutub. Ancaq qala biliblərmi? Xeyr. İkisinin də geri çəkilməsinin səbəbi birinci, Sultan Səlim eşitdi ki, Səfəvilər hücum eləyəcək, həmçinin Yeniçərilər narazılıq elədi. Sultan 1. Süleymanın isə geri çəkilməsinin 3 əsas səbəbi var idi. 1. Qış yaxınlaşırdı. 2. Ərzaq yox idi. 3. Əhali şiddətli müqavimət göstərirdi. Yerli əhalinin şiddətli müqaviməti, Təbrizlilərin müqaviməti məhz Sultan Süleymanın birinci yürüşündə Təbrizdən çıxmasına gətirib çıxarır. Lakin geri qayıdan zaman o Ərəb İraqını ələ keçirir. Ərəb İraqının mərkəzi olan Bağdadda tutur. Beləliklə Osmanlı Bağdadı nə zaman ələ keçirib? 1534 kimin dövründə? Sultan Süleyman Qanuninin dövründə. Birinci yürüş beləliklə yekunlaşır. Danışaq Qanuninin 2-ci Azərbaycan səfərindən 1535-ci il. 1535-ci ildə Sultan Süleyman Qani 2-ci səfər Azərbaycana yürüşə gəlir və bu yürüş zamanı Yenəşah Təhmasib yandırılmış torpaq taktikasından istifadə edərək Təbriz əhalisini şəhərdən köçürür və ardı ilə əkin sahələri yandırılır, suvarma kanalları dağıdılır, bütün su quyularına zəhər qatılır. Yenə Təbriz şəhərini Sultan Süleyman ələ keçirir. Lakin Sultaniyə şəhərinə çatdığı zaman Sultaniyədə qızılbaşlar onun qarşısını kəsirlər. Və artıq Sultaniyədən o yana şərqə doğru Osmanlılar irəliləyə bilir. Osmanlılar Azərbaycanı məcbur yenə tərk edirlər. Bunun isə əsas iki səbəbi ərzaq çatışmazlığı və orduda taun xəstəliyinin yayılması idi. Diqqət, burada yenə bir haşiyə çıxaq. Taun xəstəliyinin yayılması 1535 Osmanlı qoşunu, 944 Slavyan qoşunu üçün oxşar cəhətdir. Slavyanlarda da Bərdə şəhərində geri qayıtmalarının əsas səbəbi nə idi? Onların əsgərləri arasında taun xəstəliyinin yayılması. Eyni bir şey Sultan Süleyman Qanuninin 2-ci yürüşündə də var. Yadda saxladıq. Yenə 2-ci yürüşdə Təbriz şəhəri tutuldu. Yenə Sultaniyədə onların qarşısı kəsildi, yandırılmış torpaq taktikası istifadə olundu. Osmanlıların geri qayıtmasının səbəbi ərzaq çatışmırdı və taun xəstəliyi yaranmışdı. Hadisələri ardıcıl şəkildə irəlilədək. 1538-ə gələk. Belə ki, sonuncu güclü Şirvanşah 2-ci Xəlilullah 1535-də dünyasını dəyişir və taxta Şirvanşah Şahrux çıxır. Diqqət, Şirvanşah Şahrux. Şahruxun hakimiyyət dövründə Şirvanşahlar dövlətinin mərkəzi hakimiyyəti zəifləyir və bundan istifadə edən Şah Təhmasib 1538-də öz qardaşı Əlqas Mirzənin başçılığı ilə məhz Şirvanşahlar üzərinə ordu göndərir və baş verən döyüş nəticəsində Əlqas Mirzəyə özdə köməyə gəlir Şah 1-ci Təhmasib və Şirvanşahların əsas qalası olan Buğurt qalası yaxınlığında baş verən döyüşdə Buğurt qalası ələ keçirilir və 1538-də Şirvanşahlar dövləti süquta uğrayır. Beləliklə Buğurt qalası ələ keçirilir, Bakı şəhəri tutulur, Şirvanşahlar dövləti süquta uğrayır. Sonuncu Şirvanşah Şahrux Təbrizə aparılaraq orada edam elətdirilir. Beləliklə Azərbaycanın şimalında ən uzun ömürlü feodal dövləti olan Şirvanşahlar dövlətinin varlığına Səfəv hökmdarı Şah 1-ci Təhmasib tərəfindən 1538-ci ildə son qoyulur. Ardı ilə Şirvan bəylərbəyliyi yaradılır və Şirvanın ilk bəylərbəyi də qardaşı Əlqas Mirzəni təyin edir. Beləliklə Azərbaycanın birləşdirilməsində, Azərbaycan vahid dövlətdə yenidən birləşdirilməsində Şah 1-ci Təhmasib ilk addımını atmış olur. Hadisələri xronoloji ardıcıllıqla davam elətdirək, gələk 1547. Bildiyiniz kimi Əlqas Mirzə uzun müddət Şirvanşah hökmdarı, daha doğrusu Şirvan bəylərbəyi kimi qalmaq planı yox idi. O Səfəvi taxt-tacını ələ keçirmək istəyir və buna görə 1547-də Şirvanda Əlqas Mirzənin qiyamı olur. Əlqas Mirzə qiyam qaldırsa da Şah Təhmasib tərəfindən məğlubiyyətə uğradılır və məcbur o İstanbula qaçır. Və İstanbulda Osmanlı dövlətinə sığınır və
gələcəkdə bir il sonra ilə 1548-ci ildə Sultan Süleymanı Azərbaycan üzərinə 3-cü səfərə çıxmağa təhrik edir. Beləliklə 1548 Əlqas Mirzənin də təhriki ilə Sultan Süleyman Qani Azərbaycana 3-cü yürüşə çıxır. Sultan Süleyman Qani'nin 3-cü yürüşündə yenə görək nə var? 1. Təbii ki, olmazsa olmaz yandırılmış torpaq taktikası. Təhmasib yenə yandırılmış torpaq taktikasından istifadə edəcək və elə Əlqas Mirzənin başçılıq elədiyi Osmanlı qoşunları məğlubiyyətə uğradılır. Hətta Əlqas Mirzənin özü Təbrizə gətirilir. Şah Təhmasib onu edam elətdirir. Ardı ilə Sultan Süleyman yenə Təbrizi tutur. Lakin yenə də Təbrizdə öz mövqeyini möhkəmləndirə bilmir. Və bundan sonra Səfəvi qoşunu Şahın böyük oğlu olan İsmail Mirzənin başçılığı ilə Osmanlı qoşununu geri çəkilən zaman təqib edir. İsmail Mirzə təqib zamanı Osmanlı qoşunlarına ağır itkilər verilir və Qars qalasını geri alaraq Ərzuruma qədər irəliləyir. Qarsdan Ərzuruma qədər. Beləliklə, 3-cü yürüşdə yenə Sultan Süleyman Qani'nin istədiyi kimi gerçəkləşmir. Təbriz ələ keçirilsə də uzun müddət saxlaya bilmir. Əlqas Mirzə təhriki ilə başlamışdı yürüş. Əlqas Mirzə özü belə öldürülür, məğlub edilərək və bundan başqa bu səfər ilk dəfə olaraq Səfəvilər İsmail Mirzənin, yəni şəhzadə olan İsmail Mirzənin başçılığı ilə Osmanlılar üzərinə əks hücuma keçirlər və Qarsdan Ərzuruma qədər bütün qalaları belə deyək təhrif edirlər. Oraları yandırıb dağıdırlar. Və hətta Şah Təhmasib cəza üçün 1552-ci ildə özü yürüşə çıxır. 1552-ci ildə Şah Təhmasibin çıxdığı yürüş zamanı Osmanlılara aid olan Şərqi Anadoludakı böyük ərazilər Osmanlı ilə Səfəvi dövləti arasındakı sərhəd ərazilər yandırılaraq dağıdılır. Bunun əsas məqsədi isə Səfəvilərlə Osmanlı arasında olan Şərqi Anadolu torpaqlarını, qalalarını dağıtmaq. Bunun sayəsində Osmanlıların Azərbaycana rahat şəkildə gəlmələrinin qarşısını almaq idi. Digər bir tərəfdən Osmanlılarla Səfəvilər barışıq istəyirdilər. Barışıq bağlanması, sülh bağlanması təklifini göndərirdilər Sultan Süleyman Qani'yə. Lakin Sultan Süleyman bunu qəbul eləmirdi. Elə buna sırf inad olsun deyə Səfəvilər 1552-ci ildə Şərqi Anadolunun Osmanlı ilə Səfəvilər arasında olan sərhədyanı qalalardakı, demək olar ki, Muşa qədər bütün qalaları yandıraraq buraları məhv edir və keçilməz bir vəziyyət yaradırlar. Bundan qəzəblənər ki, Sultan Süleyman Qani 1554-cü ildə sonuncu bir yürüşə gəlir. 1554 sonuncu yürüş, 4-cü səfər. Sultan Süleyman Qani 4-cü səfər Azərbaycana yürüş edir. Yenə hansı taktikadan istifadə edibdi? Şah Təhmasib yandırılmış torpaq taktikası. 2. Bu səfər 1554-də Buğurt qalası ətrafında Osmanlılarla Səfəvilər arasında bir döyüş olur. Buğurt qalası yaxınlığında baş verən döyüş Çaldırandan fərqli olaraq bu səfər Səfəvilərin qalibiyyəti ilə başa çatır. Səfəvilər qalib gəlirlər və ardı ilə Sultan Süleyman öz acığını bu səfər Naxçıvandan çıxır. Tarixçi Peçevi məlumat verir ki, Naxçıvan şəhərini tutan Sultan Süleyman Qani buranı yandırmış və tüstü o qədər göyə qalxmışdı ki, gündüz gecəyə çevrilmiş, göz gözü görməz vəziyyətə çatmışdı. Beləliklə, 3-cü yürüş zamanı Sultan Süleyman Qani hansı şəhər ələ keçirib? Naxçıvan və haranı yandırıb elə? Naxçıvanı. Bu səfər Təbriz şəhərindən danışmadıq. 4-cü səfərdə Təbrizə doğru Sultan Süleyman Qani həmlə eləyə bilməyib. Elə Buğurt döyüşündə məğlub olandan sonra Naxçıvanı tutub buranı yandırmış. Daha sonra ilə ərzaq çatışmazlığı səbəbindən yenə geriyə çəkilmişdi. Və beləliklə artıq yandırılmış torpaq taktikası öz bəhrəsini verir. Belə ki, Sultan Süleyman Qani Azərbaycanın tutulmasının mümkünsüz olması ilə razılaşır və 1554-cü ildə bir belə deyək, sonuncu yürüşünü yekunlaşdırır. Və 1555-də
Osmanlı dövləti ilə Səfəvilər dövləti arasında bir müqavilə imzalanır. Müqaviləmizin adı Amasya sülhü. Yadda saxlayaq, Amasya sülhü. 1555-də imzalanıb Amasya sülhü. Beləliklə Amasya sülhü nəyə yekun vurdu? Səfəv və Osmanlı müharibəsinin birinci mərhələsinə yekun vuruldu. Hansı sülhlə? Amasya sülhü ilə. Amasya sülhünün iki əsas şərti: 1. Şərqi Gürcüstan və Azərbaycan verildi Səfəvilərə. Qərbi Gürcüstan və Ərəb İraqı Bağdad daxil olmaqla verildi Osmanlıya. Beləliklə, Amasya sülhü müqaviləsinin şərtlərinə əsasən Şərqi Gürcüstan Azərbaycan Səfəvilərə, Qərbi Gürcüstan Ərəb İraqı Bağdad daxil olmaqla Osmanlılara verilir və beləliklə Osmanlı-Səfəvi müharibəsinin birinci mərhələsi başa çatır. Səfəvi hökmdarı Şah 1. Təhmasib artıq bir şeyin fərqinə vardı. O gördü ki, Təbriz şəhəri hər səfərində Osmanlı tərəfindən ələ keçirilir və artıq deməli nə etmək lazımdır? Paytaxt dəyişikliyinə getmək lazımdır və bu səfər paytaxt dəyişdirilir. Elə 1555-ci ildə Səfəv dövlətinin paytaxtı Təbrizdən Qəzvinə köçürülür. 1555 paytaxt Qəzvinə köçürüldü. Səbəb Təbriz şəhərinin tez-tez Osmanlı əlinə keçməsi və müdafiəçinin zəif olması idi. Beləliklə paytaxt dəyişikliyimiz haqqında da danışdıq. Yekunlaşdıraq artıq bu hissəni. Azərbaycanı 1. Təhmasib necə oldu vahid dövlətdə birləşdirdi. Biz dedik 1538 Şirvanşahlar dövlətinin varlığına son qoydu Şah 1. Təhmasib. Yeganə Azərbaycanın şimalında bir dövlət qalıb. Söhbət gedir Şək hakimliyindən. Şəki hakimliyi Əlqas Mirzənin qiyamı zamanı Əlqas Mirzəyə dəstək vermişdi. Sonuncu Şəki hakimi Dərviş Məhəmməddir. Yadda saxlayaq. Dərviş Məhəmməd 1547-də baş verən Əlqas Mirzə qiyamı zamanı Əlqas Mirzəyə kömək eləmiş və Şah Təhmasib bunu unutmamışdı. 1551-ci ildə Şah Təhmasib böyük bir qoşun ilə Şəki qalasına yaxınlaşır, qalanı top atəşləri ilə dağıtdırır və döyüş zamanı Dərviş Məhəmməd öldürülür. Beləliklə 1551-ci ildə Şəki hakimliyi süquta uğrayır, Şəki hakimliyi ləğv olunur, Şəki ayrıca bir şəhər kimi Səfəv dövlətinə birləşdirilir. Şəhərin ilk başçısı isə Toyğun bəy Qacar təyin olunur. Beləliklə Şah 1. Təhmasib 1538 və daha sonra 1551 Şəki hakimliyinin ələ keçirilməsi ilə birlikdə Azərbaycanın mərkəzləşdirmə siyasətini başa çatdırır. Azərbaycan torpaqları vahid dövlətdə birləşdirilir. Vahid Azərbaycan dövlətinin yaranması prosesi başa çatır. Azərbaycanın bütün ərazilərinin vahid dövlət tərkibi altında birləşdirilməsinin nəticəsi olaraq Azərbaycan iqtisadiyyatı yüksəlir və həmçinin mədəni etnik birliyin güclənməsində bu mühüm rola malik olur. Beləliklə biz burada Səfəv və Osmanlı müharibəsinin birinci mərhələsini yekunlaşdırdıq. Davam edək ikinci mərhələ. Səfəv və Osmanlı müharibəsinin ikinci mərhələsi 1578-də başlayacaq. İlk öncə Səfəv və Osmanlı müharibəsinin birinci, ikinci mərhələsi arasında, yəni 1555-78 arasında hansı hadisələrin baş verməsi haqqında qısa bir məlumat verək. Belə ki, 1576 Şah Təhmasib dünyasını dəyişir və Şah Təhmasib dünyasını dəyişəndən sonra Səfəvi dövlətində mərkəzi hakimiyyət zəifləyir. Belə ki, qızılbaş əyanları arasında fikir müxtəlifliyi yaranır. Taxtac uğrunda Şah Təhmasibin oğlanları Heydər Mirzə, İsmail Mirzə və Məhəmməd Mirzə arasında böyük bir mübarizə başlayır. Mübarizənin gedişatında ustaçlı tayfaların müdafiə elədiyi Heydər Mirzə sui-qəsd nəticəsində öldürülür. 1576-1577 İkinci İsmail taxta çıxır. İsmail Mirzə özünü 2. İsmail adı ilə hökmdar elan edir. Onun dövründə nə işlər görülür? 1.
Mərkəzləşdirmə siyasəti. Belə ki, İsmail Mirzə haqqında Şah 1-ci Təhmasibə 1552-ci il yürüş zamanı məlumat vermişdilər. Demişdilər ki, sənin oğlun əsgərlər tərəfindən həddindən artıq çox sevilir və o sənin taxt tacına qarşı böyük təhlükə yaradır. Şah Təhmasib öz yaxın adamlarının məsləhətlərinə qulaq asaraq İsmail Mirzəni həbsə atdırmış və İsmail Mirzə həyatının 20 ilini həbsxanada keçirmişdi. 1576-da həbsdən azad olunan İsmail Mirzə birdən-birə özünü hökmdar taxt tacında görür və hökmdar elan olunandan sonra qisas üçün bütün onu həbsə atdıran, onun arxasından iş çevirən qızılbaş əyanlarını bir-bir cəza olaraq öldürtdürüb edam elətdirməyə başlayır. Bundan başqa o Səfəvi dövlətini mərkəzləşdirir və bunun üçün qızılbaş əyanlarını öldürməkdən belə çəkinmir. Belə olan zaman Qızılbaş əyanları təşvişə düşürlər və 2-ci İsmaili sui-qəsd nəticəsində 1577-də öldürürlər. 2-ci İsmail xarakter etibarilə çox belə deyək, babası İsmail Mirzəyə oxşuyurdu, Şah 1-ci İsmailə və əgər ki hakimiyyətdə qalsaydı böyük işlər bacara bilərdi. Belə ki o sünni-şiə müxtəlifliyini aradan qaldırmağa çalışmış, bu ixtilafa son qoymaq istəmiş, mərkəzləşdirmə siyasəti aparmış, Səfəvi dövlətini gücləndirməyə çalışmışdı, lakin qızılbaş əyanları onun bu siyasətini bəyənməmiş və onu sui-qəsd nəticəsində öldürmüşdülər. Onun öldürülməsindən sonra taxta Məhəmməd Xudabəndə keçir. Məhəmməd Xudabəndənin hakimiyyətdə olduğu dövr Səfəv dövlətinin həddindən artıq zəiflədiyi bir dövrdür. Belə ki, Məhəmməd Xudabəndə 1578-də taxta çıxsa da hakimiyyətdə olduğu 9 il ərzində Səfəv dövləti üçün heç də uğurlu bir siyasət yerinə yetirmir. Mənbələrdə məlumat verilir. Onun hakimiyyətdə olduğu dövrdə ehsan paylayır Məhəmməd Xudabəndə. Neynir? Deyirlər ki, öz dövlət xəzinəsini açır və hər kəsə rüşvət paylayır, bütün dövlət adamlarına 1 illik, 2 illik maaşlarını verir və pulu həddindən artıq israf edir Məhəmməd Xudabəndə. Bunun sayəsində Səfəvi dövlətinin xəzinəsi boşalır və bundan sonra Səfəvi dövlətinin mərkəzi hakimiyyəti ilə zəifləyir. Belə ki, onun hakimiyyət dövründə qızılbaş əyanları arasında mübarizə başlayır, mərkəzi hakimiyyət zəifləyir, dövlət xəzinəsi aşağı düşür. Vəkil vəzifəsində Məhəmməd Xudabəndənin həyat yoldaşı Məhdi Ülya var idi. Məhdi Ülya öz belə deyək, vəkillik dövründə Fars hakimi olan Mirzə Salmanın təsiri altında olmuş və Mirzə Salmanın da göstərdiyi yoldan gedərək Səfəvi dövlətində yüksək vəzifələrə, yüksək idarəçilik vəzifələrinə farsları, tacikləri gətirmiş və bu da qızılbaş tayfalar arasında böyük narazıçılıqlara səbəb olmuş və Məhəmməd Xudabəndənin hakimiyyətini zəiflətmişdi. Və elə Məhəmməd Xudabəndəni zəiflədən digər amil isə Səfəv-Osmanlı müharibəsinin 2-ci mərhələsinin məhz onun dövründə başlaması idi. Başlayaq. Səfəv-Osmanlı müharibəsinin 2-ci mərhələsi 1578-1590. Səfəv-Osmanlı müharibəsinin 2-ci mərhələsi əhatə edir 1578-1590-ı. Gəlin elə ilk ildən başlayaq. 1578-də nə baş verir? 1578-ci ildə Osmanlı hökmdarı 3-cü Muradın hakimiyyətdə olduğu dövrdə onun hakimi olan Van hakimi Xosrov bəy Xoy şəhərinə hücum təşkil edir. Və Xoy şəhərinə hücum edən zamanda sadəcə olaraq Osmanlı qoşunları yox, həmçinin Osmanlı Səfəvi sərhədində yaşayan Kürdlər də iştirak eləmiş. Kürdlər qiyam qaldırmış Səfəvi dövlətinə qarşı və Xoy şəhərini tutub yandırmışdılar. Və bu hadisə ilə birlikdə Xoy şəhərinin tutulması hadisəsi ilə Səfəv-Osmanlı müharibəsinin 2-ci mərhələsi 1578-də başlayır. Amasya sülhü pozulur. Səfəv-Osmanlı müharibəsinin 2-ci mərhələsində Osmanlılar özlərinə müttəfiqləri olan Krım xanlığının qoşunlarından da istifadə etmək qərarına gəlir və biz bu 2-ci mərhələdə Krım xanlığının qoşunları ilə də qarşılaşacağıq. Bunu yadda saxlayaq. İlk öncə 1578-də 3-cü Muradın əmri ilə Mustafa Lələ Paşanın başçılığı ilə Azərbaycana Gürcüstan üzərindən 100 min nəfərdən ibarət böyük bir ordu göndərilir.
və digər tərəfdən ilk baş verən döyüşlərdə Qızılbaşlar qalib gəlsələr də, Çıldır gölü yaxınlığında baş verən döyüşdə 1578-də ilk dəfə Səfəvilər ikinci müharibədə ağır məğlubiyyətlə qarşılaşırlar. İkinci mərhələnin ilk qanlı döyüşü harda baş verdi? Çıldırda neçənci il? 1578. Döyüş Osmanlıların qələbəsi ilə başa çatır və Osmanlılar döyüş nəticəsində Gürcüstanı ələ keçirirlər. Gürcüstanı ələ keçirən Osmanlı qoşunları sürətini almır və Şirvana doğru irəliləyir. Şirvanı ələ keçirmək lap sadə olur. Çünki Şirvanda elə həmən il 1578-də Səfəvi hakimiyyətinə qarşı bir qiyam qalxır. Şirvan qiyamı 1578-də Osmanlıların Kürdən şimaldakı Azərbaycan torpaqlarını ələ keçirməsində daha yaxşı, belə deyək, təsir göstərir. Osmanlılar tez bir şəkildə Şirvanı da ələ keçirirlər. Beləliklə Gürcüstan Kürd çayından şimaldakı Azərbaycan torpaqları, yəni Şirvan bəylərbəyliyin ərazisidə Osmanlı tərəfindən ələ keçirilir. Çıldır gölü döyüşündə Səfəvilərin məğlub olmasının əsas iki səbəbi var idi. 1. Qüvvələr nisbətinin Osmanlılar xeyrinə olması, çünki Osmanlılar say etibarilə çox idilər və digər tərəfdən Qızılbaş əyanları arasında birliyin olmaması. Bu da Səfəvilərin məğlub olmasının ikinci səbəbi idi. Beləliklə 1578 artıq Gürcüstan və Şirvan ələ keçirilib və 1578-in sonlarına yaxın Sultan 3. Murad Krım xanı Adil Gəraydan Azərbaycana yürüş etməsi barədə əmr verir. Adil Gərayın başçılığı altında Krım xanının qoşunları Azərbaycana doğru yürüşə gəlirlər və 1578-də ikinci bir döyüş baş verəcək. Bu səfərki döyüş Krım xanlığı Adil Gəray ilə Səfəv qoşunları arasında baş verir. Burada bir tez haşiyə çıxaq. Səfəv ordularının ikinci mərhələnin gedişatında başçısı yadda saxlayın Həmzə Mirzədir. Həmzə Mirzə Şah Məhəmməd Xudabəndənin şahzadəsidir və orduların baş komandanıdır. Onun adını biz tez-tez eşidəcəyik. Həmzə Mirzə 1578-də Molla Həsənlidə baş verən döyüşdə, Ağsu çayı sahilində Molla Həsənli adlı bir yerdə baş verən döyüşdə Krım xanını məğlub edir. Krım xanı Adil Gəray bu döyüşdə məğlub olur, özü əsir düşür və Səfəvilər Şirvanı sürətli bir şəkildə azad edirlər. Səfəvilər Şirvanı azad eləsələr də Dərbəndə doğru yürüş etmək istəyirlər, lakin Dərbəndə olan yürüş uğursuzluqla nəticələnir və onlar geri çəkilir. Daha sonra ehtiyat qüvvələrlə güclənən Osmanlılar Səfəvilərin Şirvanda möhkəmlənməsinə mane olurlar və müharibədə üstünlük yenidən Osmanlı tərəfinə keçir. Biz deyirik, Səfəv-Osmanlı müharibəsinin ikinci mərhələsinin gedişatında Səfəvlərin sonuncu ən uğurlu döyüşü hansı döyüş olub? Yadda saxlayın, Molla Həsənli döyüşü. Döyüşün nəticəsində olur, Şirvan Səfəvlər tərəfindən geri alınır. Lakin uzun müddət Səfəvlər bu torpaqları özlərində saxlaya bilməyəcəklər. 1583 Niyazabad döyüşü. Niyazabad döyüşündə Səfəvilər Osmanlı və Krım xanlarının birləşmiş qoşunlarını məğlub edir və onları Dərbəndə qədər sıxışdırmağa nail olurlar. Lakin daha sonra Osmanlılar yenə əlavə qüvvələr cəlb edir bölgəyə və əlavə qüvvələr hesabına Səfəvləri Şirvanda möhkəmlənməsinin qarşısını alır. Hətta biraz daha irəli gedərək Səfəvləri Şirvandan çıxarmağa da nail olurlar. Beləliklə 1583-də Səfəvilər Niyazabad döyüşündə qalib gəlsələr də uğurlarını axıra qədər qoruya bilmir, Dərbəndi geri ala bilmirlər və nəticə etibarilə yeni qüvvələrlə güclənən Osmanlı qoşunları Şirvanı yenidən işğal edir. 1583-də Osmanlılar Səfəviləri məğlub eləməkdən ötəri Yavuz Sultan Səlimin elədiyi bir taktikanı işlədirlər. Yadda saxlayın, Şeybanilər dövləti o dövrdə Səfəvilərin şərqdə qonşu olduqları bir dövlətdir. Və bu Şeybanilərlə Səfəvilər daim Xorasan uğrunda müharibələr aparıblar. Yavuz Sultan Səlim
Çaldıran döyüşündən əvvəl Şeybani hökmdarı ilə əlaqə yaratmış və Səfəvilərə qarşı onun müharibə elan eləməsi üçün onu təhrik eləmişdi. Eyni qaydada Sultan 3-cü Murad da bu səfər 1583-də Şeybanilər dövlətinə müraciət edir ki, sən şərqdən yürüş elə, bu zaman nə baş verər, Səfəvilər bizim ikimizin arasında qalar və məğlub olaraq döyüşdə uduzarlar. Beləliklə 1583-də yadda saxlayaq, belə bir təklif Şeybanilər dövlətinə göndərildi. Səfəv Osmanlı müharibəsinin ikinci mərhələsində Səfəvilər niyə bu qədər ardıcıl şəkildə məğlub olurdular? Bunun əsas səbəbi olaraq biz vurğulamalıyıq. İlk olaraq Səfəvilərin xəzinəsinin həddindən artıq boşalması, Qızılbaşıyanlar arasında birliyin olmaması və mərkəzi hakimiyyətin zəifliyi. Məhəmməd Xudabəndə güclü hökmdar deyildi və onun sözü ilə heç kəs oturub durmurdu. Davam edək. 1583-də Osmanlı qoşunları Çuxursat əyalətini də ələ keçirirlər. Çuxursat əyaləti deyiləndə bugünkü İrəvan qalası nəzərdə tutulur. 1583-də Çuxursatı ələ keçirən Osmanlı qoşunları artıq Azərbaycanın şimalını tutmuş və Təbrizə doğru irəliləmişdilər. 1585 Sufyan döyüşü. 1585-də Sufyan, Təbriz yaxınlığında Sufyan çölündə böyük bir döyüş baş tutur. Döyüşdə Osmanlılar sayca üstünlüklə Həmzə Mirzəni geriyə çəkilməyə məcbur edərək onu məğlub edir və ardı ilə bir gün keçməmiş Təbriz şəhərini ağır top atəşlərinə məruz qoyaraq şəhəri ələ keçirirlər. Sufyan döyüşü 1585-də baş verdi. Nəticə etibarilə Həmzə Mirzə məğlub olub geri çəkildi. Osmanlı qoşunları Təbrizi top atəşləri ilə dağıdaraq ələ keçirir. Osmanlı qoşunları Təbrizə daxil olurlar, daxil olmasına ancaq Təbriz əhalisi çox güclü bir müqavimət göstərir Osmanlılara qarşı. Bundan qəzəblənən Osmanlı paşası Təbriz şəhərinin qarət olunması barədə Osmanlı ordusuna əmr verir. Və beləliklə Osmanlı ordusu Uzun Həsənin dövründən tikdirilmiş olan və şərqin ən böyük örtülü bazarı Qeysəriyyə bazarının yandırıldığını müşahidə edir. Qeysəriyyə bazarı yandırılır, Təbriz şəhəri talanır və lakin Osmanlılar Təbriz şəhərində möhkəmlənmək üçün uzun müddət savaşsalar da burada çox uzun müddət qala bilmirlər. Çünki Həmzə Mirzə Osmanlı qoşununu daim sıxıb sıxışdırır, onlara qarşı əks hücum həmlələri eləyirdi. Belə olanda Osmanlılar məhdud sayda Təbriz şəhərinə qarnizon qoyaraq geriyə Azərbaycanın şimalına doğru çəkilirlər. 1586-cı ilə gəldiyimizdə artıq Osmanlılar Azərbaycanın şimalı, Gürcüstan və Təbrizi də ələ keçirmişdilər. Və 1586-da Həmzə Mirzə Osmanlılara bir sülh təklifi göndərir. Deyir, gəlin sülh imzalayaq. 3-cü Murad deyir ki, sülhün imzalanması üçün mən şərt qoyuram. Osmanlının ələ keçirdiyi bütün ərazilər Osmanlının tərkibində saxlanılsın. Həmzə Mirzə isə deyir ki, Təbrizə çıx, qalan nə istəyirsən verirəm sənə. Lakin Təbriz Səfəvilərin hakimiyyəti altında qalmalıdır. 3-cü Murad bunu qəbul eləmir. Belə olanda müharibə davam edəcək. 1586-da Qarabağda olan zaman Həmzə Mirzə sui-qəsd nəticəsində öldürülür. Və Həmzə Mirzənin öldürülməsi ilə Qızılbaşıyanlar arasında olan onsuz daxili çəkişmələrin qarşısını alan bir nəfər də əksilmiş olur və beləliklə Səfəv ordusu artıq çıxılmaz bir vəziyyətdə qalır. Bunu istifadə edən 3-cü Murad artıq Səfəv ordusunun da baş komandansız qaldığını görür və işğallarını davam elətdirir. 1586-da Şeybanilər də şərqdən hücuma keçərək Xorasanı ələ keçirirlər. 86-89-cu il bütün Azərbaycan demək olar böyük bir hissəsi Osmanlı, Xorasan isə Şeybanilər tərəfindən ələ keçirilir və Səfəv dövləti iki tərəfdən ağır bir vəziyyətdə qalır. Belə bir vəziyyətdə 1587-ci ildə taxt dəyişikliyi baş tutur Səfəvilərdə. Səfəvilərdə Məhəmməd Xudabəndə taxtdan devrilir və 1587-ci il taxta böyük Şah Abbas ləqəbi ilə tanınan Şah 1-ci Abbas çıxır. 1587-1629 Böyük Abbas. Baxaq, Böyük Abbas 1587-də taxta çıxanda hələ onun 16 yaşı var idi və o artıq çox pis bir vəziyyətdə qalmışdı. Çünki Səfəv dövləti iki dövlət tərəfindən şərqdən və qərbdən işğala məruz qalmış, zəifləmiş, mərkəzi hakimiyyət
çökmüş, xəzinə boşalmış, qızılbaş əyanlar arasında münaqişə yaranmışdı. Və məcburiyyətdən Şah 1. Abbas Osmanlılar ilə sülh müqaviləsi imzalamağa razı olur. 1590-cı il 1. İstanbul sülhü. 1. İstanbul sülhü Səfəvilərin öz tarixlərində imzaladıkları ilk və ən ağır şərtli sülh müqaviləsi olur. Belə ki, sülh müqaviləsinin şərtlərinə görə Ərdəbil, Xalxal, Qaradağ, Zəncan, Qəzvin və Lənkəran. Bu 6 şəhər istisna olmaqla bütün Azərbaycan torpaqları Osmanlının hakimiyyəti altına verilir. Həmçinin Şərqi Gürcüstan və İranın qərbində olan ərazilər də Osmanlının nəzarəti altına keçirdi. Beləliklə, Şah 1. Təhmasib ən ağır şərtli sülh müqaviləsini Şah 1. Təhmasib dediyimiz üzrlü sayın Şah 1. Abbas ilk dəfə ən ağır şərtli sülh müqaviləsini imzalamaqla Səfəvilər dövlətini yenidən toparlamaqdan ötəri bir vaxt əldə etmiş olur və bu vaxtdan səmərəli istifadə etmək qənaətinə gəlir. Bunun üçün nə edir? Əldə etdiyi vaxtdan istifadə edərək 1. Mərkəzi hakimiyyətə qarşı qalxmış üsyanları yatırır, mərkəzi hakimiyyəti gücləndirir. 2. Qızılbaş əyanları arasında olan narazıçılıqları başa çatdırır. Qızılbaş əyanlarının hakimiyyətə qarşı olan üsyanlarını yatırır. Onların Qızılbaş əyanlarının Qızılbaş tayfalarında irsiçilik sistemini ləğv elətdirir. Digər bir tərəfdən bundan başqa deyək, Səfəvi Səfəvilərin hakimiyyətinə qarşı üsyan qaldıran köçəri Qızılbaş əyanlarını da cəzalandıraraq onların hamısını qırır. Beləliklə, Şah 1. Abbas İstanbul sülh müqaviləsini imzalayandan sonra böyük bir vaxt əldə edir və bu vaxt ərzində bir sıra islahatlarla və bir sıra fəaliyyətlərlə ölkənin mərkəzi hakimiyyətini gücləndirmək yoluna qoyulur. Hərbi köçəri əyanları cəzalandırdı. Qızılbaş əyanlarını belə deyək nizama qoydu. Onların irsiçilik prinsipini ləğv elədi. İrsiçilik prinsipi barədə gələn mövzu izahatımızda Şah Abbasın islahatları mövzusunda geniş şəkildə danışacağıq. Daha ətraflı məlumat üçün növbəti videoya diqqətlə qulaq asarsınız Şah Abbasın islahatları mövzusuna. Və bundan başqa bu kimi yapılacağı onun hərbi islahatlar, inzibati idarə etmə islahatları, digər islahatlar sayəsində ölkə yenidən güclənəcək və Səfəvilər yenidən Azərbaycanın geri alınması üçün bir fəaliyyət göstərəcəkdir. Son olaraq, Osmanlılar ələ keçirdikləri ərazidə nələr tətbiq elədilər? 1590-cı ildə Azərbaycanın böyük bir hissəsi Osmanlılar tərəfindən ələ keçirildi və Osmanlılar ələ keçirdikləri ərazilərdə hərbi inzibati idarə etmə sistemi yaratdılar. Hərbi inzibati idarə etmə sisteminə əsasən 1. Ərazi Azərbaycan ərazisi vilayətlərə, bəylərbəyliklərə və sancaqlara bölündü. Bundan başqa, Azərbaycan əhalisi siyahıya alındı və hər bir şəhər və əyalət üçün vergi dəftərləri düzəldildi. Osmanlı dövləti vergi yığılması ilə bağlı həmişə vergi dəftəri tutur və burada qeydlər aparır. Beləliklə, Azərbaycanda hərbi inzibati idarə etmə sistemi yaradıldı. Azərbaycan Osmanlının işğalı dövründə vilayətlər, bəylərbəylik sancaqlara bölündü. Onun əmlaki əhalisi siyahıya alındı. Yeni vergi mükəlləfiyyətlər tətbiq olundu və bunların nizami şəkildə yığılmasını müəyyənləşdirməkdən ötəri vergi dəftərləri yaradıldı. Beləliklə, biz sizinlə bugün Səfəv-Osmanlı müharibəsinin başlaması, birinci mərhələnin yekunu və Səfəv-Osmanlı müharibəsinin ikinci mərhələsinin ilk dövrü barədə danışdıq. Ümid edirəm sizin üçün aydın izah oldu. Gələn mövzu izahatlarında görüşənə qədər sağ olun, salamat qalın.